Salam uşaqlar, bugün sizinlə 2021, 22 və 23-cü illərdə buraxılış imtahanında istifadə olunan test nümunələrinin izahına baxacağıq. İndi isə suallarımızın izahına keçək. Hansı sözlərə yiyəlik hal şəkilçisi artırıldıqda söz iki hecalı olaraq qalır? Deməli, bu sözlər iki yerə bölünürdü. Həm alınma sözlər və milli sözlər. Milli sözlərimizə yalnız mənsubiyyət çəkiltisi artıranda söz kökündəki ikinci qapalı saat düşürdü, amma alınma sözlərimizə həm yiyəlik hal şəkilçisi, həm də mənsubiyyət çəkiltisi artırdıqda söz kökündəki ikinci sait düşürdü. Yəni ikinci qapalı saat düşürdü. Deməli, yiyəlik hal dediyi üçün cavabımız olacaq şəkil və ətir sözləri. Yəni cavab 2, 3 D bəndi. Burada şəkil sözünə yiyəlik hal şəkilçisi artıranda söz kökündəki i düşəcək, şəklin şəklində olacaq və iki hecalı olaraq qalır. Amma məsələn, çiyinin sözündə yiyəlik hal şəkilçisi artıranda çiyinin heç bir dəyişiklik baş vermir və sözümüz üç hecalı olaraq qalır. İndi ikinci sualın izahına keçək. Kök, leksik, leksik qrammatik sxeminə uyğun olan sözləri seçin. Deməli, kök, 2 leksik, bir qrammatik. Qaldırıcılar sözü, qaldır sözün kökü, qaldırmaq. Qaldırıcılar da qrammatik. Deməli, bu sxemi ödəmir. Onun üçün A-nı çıxırıq. Səmimiliyimiz, səmimi sözün kökü, səmimi. Səmimilik, imiz də mənsubiyyət çəkilisi olduğu üçün qrammatik. Bu da verilən şərti ödəmir. B-ni çıxırıq. Çəkisizlikdə. Deməli, çək sözün kökü çəkmək feili. Çəkmək feilindən çəki ismi yaranır. Çəki ismindən çəkisiz sifət yaranır. Çəkisiz sifətindən çəkisizlik ismi yaranır. D-də yerlik hal şəkilçisi və qrammatik. Deməli, burada 3 leksik, 1 qrammatik olduğu üçün C-ni də çıxırıq. Yırğalanır sözündə yırğala sözün kökü olur. Yırğalamaq sözü. Sonra yırğalanmaq, ırda qrammatik. Bu da həmçinin sxemi ödəmir. Çoxdankılar. Deməli, çox sözün kökü, çoxdan leksik, Q leksik, lar qrammatik. Deməli, 2 leksik, 1 qrammatik. Sxemi ödədi. Əsəbiləşdi. Əsəb sözün kökü, əsəbdən əsəbi, əsəbidən əsəbiləş, didə qrammatik. Sxemi ödədi. Dönüklüyü. Dön sözün kökü, dönük leksik, lük leksik, ü qrammatik. Sxemi ödədi və cavabımız olacaq Y bəndi. Ara söz işləmiş müəyyən şəxsi cümləni müəyyən edin. Deməli, iki şərt qoyulub bizə. Ara söz işlənsin və cümləmiz müəyyən şəxsi cümlə olsun. Baxaq. Görünür, sizi görə bilməyəcəyəm. Deməli, görünür ara sözümüzdür. Sizi görə bilməyəcəyəm müəyyən şəxsi cümlədir. Niyə müəyyən şəxsi cümlədir? Çünki cümlənin mübtədasını əlavə eləyə bilirik, artıra bilirik. Mən sizi görə bilməyəcəyəm. Cavabımız olur A bəndi. Digərlərinə də baxaq. Deyəsən həyəcandan qızın dili topuq vururdu. Doğrudur, ara söz işlənib, amma müəyyən şəxsli cümlə deyil. B-ni çıxırıq. Doğrusu tədbirdə iştirak etməmişdilər. Ara söz işlənib, amma müəyyən şəxsi cümlə deyildi. Deyil. Tədbirdə iştirak etməmişdilər, bu olacaq qeyri-müəyyən şəxsli cümlə. C-ni də çıxırıq. Deməli, bizə gəlməyəcəklər. Deməli, ara sözdür, doğrudur. Bizə gəlməyəcəklər isə qeyri-müəyyən şəxsli cümlədir. D-ni də çıxırıq. Şair bayaqdan səni gözləyirəm. Müəyyən şəxsi cümlədir. Baxın, gözləyirəm. Kim? Mən. Baxın, mübtədanı əlavə eləyə bilirik. Müəyyən şəxsi cümlədir. Amma ara söz işləməyib. Şair də burada olacaq. Xitab. Yenidə çıxırıq. Birində xəbər mübtəda ilə kəlməti görə uzlaşmayıb. Baxın, mübtəda kəlməti görə uzlaşmayıb olanda burada mübtədamız təkdədirsə, xəbər də təkdə olmalıdır uzlaşması üçün. Mübtədamız cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Əgər mübtəda cəmdə, xəbər təkdədirsə uzlaşma pozulur. Mübtəda təkdə, xəbər cəmdədirsə
uzlaşma pozulur. Baxın burada D bəndində küçələr təmiz idi. Mübtədamız cəmdədir. Amma baxırıq, xəbərimiz təkdədir. Deməli, burada kəmiyyətə görə uzlaşma pozulub. Cavabımız olur D bəndi. Frazeoloji birləşmə müəyyən olunmuş cümlələri müəyyən edin. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunsun. Xəbər frazeoloji birləşmə ilə ifadə olunsun. Baxaq. Dinməsə də Zərnigar xanımın ürəyinə xal düşmüşdü. Zərnigar xanımın ürəyinə xal düşmüşdü. Baxın, bir yerdə xəbərdir və xəbərimiz ürəyinə xal düşmək frazeoloji birləşmədir. Ürəyinə xal düşmək frazeoloji birləşmədir. Baxın, Zərnigar xanımın ürəyi üçüncü növ söz birləşməsi olduğu üçün frazeoloji birləşmə tərkibində təhlil olunur. Deməli, biri cavab olaraq götürürük. Bax, 3 ilə başlayan çıxırıq, 2 ilə başlayan çıxırıq. Bir də cavabdır. Dava dalaşın səhəri günü bacısının yanına getmişdi. Burada frazeoloji birləşmə yoxdur. Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü. Burada da həmçinin frazeoloji birləşmə yoxdur. Bürümək frazeoloji birləşmə deyil. Baxın, xəbəri bürüməklə ifadə olunub, amma frazeoloji birləşmə deyil. Cahanlar ağa Allahyarın məqsədini başa düşmüşdü. Baxın, başa düşmək frazeoloji birləşmədir. Deməli, cavabımız 1, 4. Bir şey də baxaq. Çarıqlarını və iplik corablarını soyunub suya girdi. Burada da heç bir frazeoloji birləşmə işləməyib. Cavabımız oldu 1, 4. Hansı sözlərin tələffüzü doğru verilmişdir? Doğru verilmişdir. Doğru variantı soruşur bizdən. Darayarkən burada A, üçüncü A, I şəklində olmalıdır. Darayarkən. Deməli, yanlış verilib biri çıxaraq. Həvəskar doğrudur. 2-ni götürdük. Möhürləmək. Möhürləmək, bu da möhürləmək şəklində olmalıydı. Yanlışdı. 3-ü çıxırıq. Qaranlıq. Bu doğrudur. 6 doğrudur. Təəccüb. Buradakı B P-ya keçməlidir. Yanlışdır. Nəvazişkar doğrudur. Deməli, cavabımız oldu 1, 2, 4, 6. 2, 4, 6 A bəndi. Uyğunluğu müəyyən edin. Deməli, bu sxemə uyğun olmalıdır verilmiş sxemə. Baxaq, neçə aydan bəri hazırlaşdığım yarışın nəticəsi məni kədərləndirdi. Nə etdi? Kədərləndirdi. Nə məni kədərləndirdi? Yarışın nəticəsi. Üçüncü növ söz birləşməsi olduğu üçün parçalanmır, bir yerdə təhlil olunur. Hansı yarışın nəticəsi? Neçə aydan bəri hazırlaşdığım yarışın nəticəsi. Bu da olacaq təyinimiz. Kimi kədərləndirdi? Məni kədərləndirdi. Bu da olacaq tamamlığımız. Deməli, sxem necə olacaq? Təyin, mübtəda, tamamlıq, xəbər. Təyin, mübtəda, tamamlıq, xəbər. Deməli, 3-ə A. A bəndi. Ramiz maşınların düzgün işlədiyinə əmin olaraq ofisə qayıtdı. Nə etdi? Qayıtdı. Kim? Ramiz. Hara qayıtdı? Ofisə. Necə qayıtdı? Yaxud da nə tərzdə qayıtdı? Maşınların düzgün işlədiyinə əmin olaraq. Bu da olacaq zərfliyimiz. Deməli, sxemdə mübtəda, zərflik, zərflik, xəbər. Mübtəda, zərflik, zərflik, xəbər. 4 B. Həqiqi sülhü təmin etdiyinə görə hər kəsin haqqı təmin olunar. Nə edər təmin olunar? Nə təmin olunar? Hər kəsin haqqı mübtədamız. Nə səbəbə? Həqiqi sülhü təmin etdiyinə görə. Bu da olacaq səbəb zərfliyimiz. Deməli, zərflik, mübtəda, xəbər. Zərflik, mübtəda, xəbər 2-yə də olacaq C bəndi. Sonra hamı buranın ən yaşlı sakini Süleyman dədəyə baxdı. Nə etdi? Baxdı. Kim? Hamı. Kimə baxdı? Süleyman dədəyə. Tamamlığımız. Hansı Süleyman dədəyə? Buranın ən yaşlı sakini. Bu olacaq təyinimiz. Baxın, sakini olan Süleyman dədəyə. Baxın, olan artıra bilirik.
Deməli olacaq təyinimiz. De zaman sonra bu da olacaq zərflik. Demək, zərflik mübtəda, təyin, tamamlı xəbər. Zərflik mübtəda, təyin, tamamlı xəbər. Deməli, 5 də olacaq D. 5 də D. Daha çox tanınmaq üçün kitab yazmalısınız. Nə etməlisiniz? Yazmalısınız. Kim? Siz. Baxın, mübtədamız buraxılıb. Deməli, cümlədə mübtəda yoxdur. Sadə cümlədə mübtəda yoxdur. Buradakı kitab sözü isə uşaqlar tamamlıq olacaq. Nə yazmalısınız? Kitab. Qeyri-müəyyən təsirli haldadır, tamamlıqdır və nə sualına cavab verir. Nə səbəbə kitab yazmalısınız? Çox tanınmaq üçün. Bu da olacaq zərfliyimiz. Deməli, zərflik tamamlıq xəbər. Zərflik tamamlıq xəbər birə də olacaq Y bəndi. Hansı cümlədə leksik şəkilçi yoxdur? Baxaq. Ə, Leksik şəkilçi yoxdur deyib bizə. Vəziyyəti belə görəndə o da bizə qatıldı. Baxın, qatıldı fe'lində qat sözün kökü, qatıl leksik şəkilçi, d da qrammatik. Deməli, burada leksik şəkilçi oldu. A-nı çıxırıq. Çünki bizə yoxdur deyir. Yoxdur. Təhlükədən qorxan cüyürlər ətrafa dağıldı. Cavabımız olacaq B bəndi. Çünki burada leksik şəkilçi yoxdur. Yenə də baxaq. Təhlükədən. Buradakı dən çıxışlı K şəkilçisi qrammatikdir. Qorxandakı an fe'li sifət şəkilçisidir, qrammatikdir. Cüyürlər, lər cəm şəkilçisi qrammatikdir. Ətrafa A yönlü K şəkilçisidir, qrammatikdir. Dağıldı da sadə sözümüzdür. Dağılmaq. Dağılmaq. D da zaman şəkilçisi qrammatikdir. Cavabımız olacaq B bəndi. Digərlərinə də baxaq. Yayıldı. Yaymaq feilindən yayılmaq feili yaranır, leksik, d qrammatik. Gətirdiyimiz meyvələrin hamısı satıldı. Satmaq feilindən satılmaq feili, d qrammatik. Atılan topların səsinə qulaq batırdı. Batırdı. Atılan. Burada at feili, atılmaq, anda qrammatik. Feili sifət şəkilçisidir bu. Qulaq batırdı. Buradakı batırdı sözü iki cür təhlil oluna bilər. Buradakı sözümüz isə baxın belə olur. Bat feili, batır indiki zaman şəkilçisi, d da idi hissəciyi. Anlayırdı, didilərmiş, qarşılayarsa feillərinin hər üçünə aid olan xüsusiyyət. Deməli, ortaq xüsusiyyəti tapırıq. Hər üçünə. Gəlin bunları kök və şəkilçiyə ayıraq. Anlayırdı. Anlamaq feilindən anlayır indiki zaman şəkilçisi, d idi hissəciyi. Deməli, burada hissəcik işləndi, indiki zaman şəkilçisi işləndi. Didilərmiş. Didmək feilindən didilmək feili, qrammatik, miş də imiş hissəciyi. Baxın, hissəcik işləndi. Hissəcik işləndi. Qarşılayarsa, qarşı sözün kökü, qarşılamaq, ar geri qəti gələcək zaman, sa da isə hissəciyi. Həmçinin bu sözdə də hissəcik işləndi. Deməli, hər üçünə ortaq cəhət hissəciklə işlənib. Cavabımız olacaq Y bəndi. Nümunələrin birində həm köməkçi nitq hissəsi, həm də köməkçi nitq hissəsi ilə ammonim ola bilən əsas nitq hissəsi işlənmişdir. Deməli, həm köməkçi nitq hissəsi işlənsin uşaqlar, həm köməkçi nitq hissəsi, həm də əsas nitq hissəsi işlənsin. Həmin bu əsas nitq hissəsi başqa bir köməkçi nitq hissəsi ilə ammonimlik təşkil eləsin. Baxaq. Sanki göylərdə uçan quş kimiyəm. Sanki yerdən uçurulmuş kimiyəm. Sanki. Modal sözdür. Doğrudur. Köməkçi hissəmiz işləndi. Uçan quş kimiyəm. Kimi burada olacaq? Qoşma. Köməkçi hissəsi işləndi. Amma digər əsas nitq hissələrinin heç bir başqa köməkçi nitq hissəsinin ammonimliyi yoxdur. Onun üçün A-nı çıxırıq. Sanki modal sözümüz, bənzətmə bildirən modal sözümüzdür. Başqa bir dənə qayda var idi burada, sanki-də. Sanki elə bil, güya sözlərindən sonra, modal sözlərindən sonra vergül işarəsi qoyulmurdu. Mən özüm düz 30 il bundan əvvəl anadan olmuşam. Buradakı düz olacaq ədat. Köməkçi hissəmiz işləndi. Bundan əvvəl, baxın, əvvəl sözündən əvvəl çıxışlı K şəkilçisi, yəni hal şəkilçili söz gəlib və bu olacaq qoşma. Yəni zərf deyil, qoşmadır.
Digər sözlərimiz, məsələn, mən, özüm. Hər ikisi əvəzlikdir. Əvəzliklərin köməkçi neçəsinin amonimliyi yoxdur. Onun üçün B-də çıxırıq. Zənnimcə yoldaş tacirliyin fəndini çox gözəl bilir. Zənnimcə doğrudur. Modal sözümüz işlənib. Amma digər əsas nüsxələrinin heç bir başqa köməkçi nüsxəsinin amonimliyi yoxdur. C-ni də çıxırıq. Uşaqlar dağılışdılar və olacaq bağlayıcı. Köməkçi nüsxəmiz işləndi. Xanımda daha da bağlayıcıdır. Ancaq bundan sonra eyvandan otağa çəkildi. Ancaq olacaq ədatımız bundan sonra olacaq qoşma. Baxın, özündən əvvəl hal şəkilçili söz gəlir. Digər əsas nitq kisələrinin heç bir köməkçi nitq kisəsi ilə amonimliyi yoxdur. Onun üçün D-də çıxırıq. Bu heç də nağıl deyildi, doğru əhvalatdır. Heç də, buradakı heç olacaq ədat, inkarlıq ədatı, də olacaq bağlayıcı, doğru əhvalatdır, doğru da olacaq sifət. Deməli, əsas nitq kisəmizdə işləndi. Həmin və əsas nitq kisəsi köməkçi nitq kisəsinin hissəsi ilə də amonimlik təşkil edir. Doğru, həm də qoşma olur. Qoşma da necə olacaq? Evə doğru getdi. Buradakı doğru olacaq istiqamət bildirən qoşma. Cavabımız olur Y bəndi. Cahandar ağanın dayandığı yer birdən-birə günəşin nuruna qərq oldu. Nə etdi? Cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Nə etdi qərq oldu? Nə? Yer. Baxın, yer mübtədadır. Hansı yer? Cahandar ağanın dayandığı yer. Bu olacaq təyinimiz. Necə birdən-birə, nə tərzdə birdən-birə zərfliyimiz nəyə qərq oldu? Günəşin nuruna. Bu da tamamlığımız. Tamamlıqda üçüncü növ söz birləşməsi ilə ifadə olunur. Baxaq, təyin, mübtəda, zərfli, tamamlıq, xəbər. Təyin, mübtəda, zərfli, tamamlıq, xəbər. Cavabımız olur B bəndi. Nümunələrin birində şəkilçi, baş şəkilçisi zərf düzəltməmişdir. Deməli, üç sözümüz var idi bizim. Rəng, rəngbərəng, cürbəcür və növbənöv. Həmin bu üç sözə bu şəkilçi artırılanda bu sözlərimiz olur sifət. Yəni zərf olmur, sifət olur. Deməli, bu üç sözümüz varsa sifətdir. Baxaq, qarşıdakı xiyabanda rəngbərəng güllər göz oxşayırdı. Baxın, rəngbərəng güllər. Buradakı şəkilçi sifət düzəldib, yəni zərf düzəltməyib. Cavabımız olur A bəndi. Digərlərinə də baxaq. Təhsilə maraqlı olanların sayı günbəgün. Günbəgün zərfdir. İlbəil zərfdir. Yanbayan zərfdir. Dalbadal zərfdir. Bəstələyir sözünün səs tərkibi ilə bağlı düzgün fikirləri müəyyən edin. Deməli, tələffüz variantını yazaq birinci sözümüzün. Bəstələyir şəklində olur. Bəstələyir. Bəs də yir. Baxın, bu şəkildə olur sözümüzün tələffüzü. Deməli, bizdən düzgün fikirlər soruşur, doğru fikirlər soruşur. Tərkibində uzun tələffüz olunan sait var. Uzun tələffüz olunma yoxdur. A-nı çıxırıq, B-ni çıxırıq. Deməli, bir olan variantları çıxırsınız. Bir qapalı, üç açıq sait işlənmişdir. Bir qapalı. Bir qapalı. Amma burada iki qapalı var. Baxın, iki qapalı sait işlənib. Deməli, ikini də çıxırsınız. İki olan variantları çıxırıq. Sözün deyilişi ilə yazılışı arasında iki fərq var. Bəstə D-T-ya keçdi. T-D-ya keçdi. Bəstə ə-də i-yə keçir. Doğrudur. İki fərqli məqam var. Deməli, üçü götürdük. Dörd hecalıdır, ahəng qanuna tabedir. Bəstələyir. Bəstələyir. Doğrudur. Dörd hecalıdır və ahəng qanuna tabedir. Dördü də götürdük. 3, 4. 4 cingiltli 2 kar samit işlənmişdir. B cingiltli
D cingiltili, L cingiltili, Y cingiltili, R da cingiltili. Deməli 4 5 cingiltili işlənib. Amma burada deyil 4 cingiltili. Deməli 5 də yanlışdır. 5 onları da çıxaraq cavabımız olur 3, 4. Təyin mübtəda xəbər sxemi hansı cümləyə uyğundur? Nöqsanlı məqamlar Cəlilin felyetonlarında ifşa edilirdi. Nə edilirdi? İfşa edilirdi. Nə? Məqamlar. Hansı məqamlar? Nöqsanlı məqamlar. Nə də? Cəlilin felyetonlarında. Deməli, bu olacaq tamamlıq. Bu sxemə uyğun deyil. Anı çıxırıq. Evimizin son beşiği olan qardaşım hamı əzizləyirdi. Nə edirdi? Əzizləyirdi. Kim? Hamı. Kimi? Qardaşımı. Hansı qardaşımı? Evimizin son beşiği olan. Deməli, bu sxemə uyğun deyil. Çıxırıq. Vətənin taleyi hər bir vicdanlı adamı maraqlandırır. Nə edir? Maraqlandırır. Kimi maraqlandırır? Adamı. Hansı adamı? Vicdanlı. Vətənin taleyi kimi ə, nə vicdanlı adam maraqlandırır? Vətənin taleyi. Hansı vicdanlı adamı? Hər bir vicdanlı adamı. Hər. Təkcə hər olur burada. Deməli, bu sxemə uyğun deyil, onun üçün C-də çıxırıq. Balaca kəkliyi hind quşlarının səsi qorxutmuşdu. Nə etmişdi? Qorxutmuşdu. Ə, nə qorxutmuşdu? Hind quşlarının səsi. Nəyi qorxutmuşdu? Kəkliyi. Hansı kəkliyi? Balaca. Demək, sxemə uyğun olmadığı üçün D-də çıxırıq. Onun qardaşına tutduğu iradlar ədalətli değildi. Ədalətli değildi. Xəbər. Nə ədalətli değildi? İradlar. Hansı iradlar? Onun qardaşına tutduğu. Deməli, sxemə uyğundur. Onun üçün cavabımız olacaq Y bəndi. 15. Nümunələrin birində fe'l ilə anonim ola bilən ədat işlənmişdir. Deməli, ədat işlənsin, həmin bu ədat fe'llə anonim olsun. Deməli, əsas ədatı tapırıq biz cümlədə. Onların işinə lap diqqətlə bax. Bax, burada ədat deyil, fe'ldir. Onun üçün A-nı çıxırıq. Gəl o barədə sonra danışaq. Deməli, 15-ci cavabımız olacaq B bəndi. Burada baxın, gəl sözü ədatdır, əmr ədatıdır. Həmçinin fe'llə də amanitdir. Məsələn, deyirəm ki, bizə gəl. Bizə gəl şəklində olanda gəl burada olacaq fe'l. Demək, cavabımız olacaq B bəndi. Gəlin axşam bizə imtahana hazırlaşaq. Burada gəlin sözü fe'ldir, yəni ədat deyil. Yəni doğru, sadəcə burada inversiya olur. Doğru şəkildə necə olur? Axşam bizə gəlin. C'ni çıxırıq. Bunları götürdüyün yerə qoy. Qoy burada. Müstəqil feildir. Deni çıxırıq. Çalışın. Hamını bir gözlə görün. Çalışın, hamını bir gözlə görün. Burada da ədat yoxdur. Tikintisi 1901-ci ildə başa çatmış bu binada əsrin əvvəllərində Qızlar Gimnaziyası yerləşirdi. Nə edirdi? Yerləşirdi. Nə yerləşirdi? Qızlar Gimnaziyası. Nə zaman? Əsrin əvvəllərində zərfliyimiz olacaq. Harada, binada, hansı binada? Bu binada hansı Qızlar Gimnaziyası tikintisi 1901-ci ildə tamamlanmış. Deməli, təyin, zərflik, mübtəda xəbər. Təyin, zərflik, mübtəda xəbər. Cavabımız olacaq D bəndi. 17-yə baxaq. Düzəltmə isimlərdən biri isimdən yaranıb. Deməli, nədən yaranıb deyəndə sonuncu leksik şəkilçidən əvvələ baxırıq. Həmçinin burada baxın, düzəltmə ism olsun, sözümüz ism olsun. Aha. Ayrılıq. Ayrı sözün kökü, lıq, leksik şəkilçi isimdir. Amma isimdən yaranmayıb. Nədən yaranıb deyəndə sonuncu leksik şəkilçidən əvvələ baxarsınız. Sonuncu leksik şəkilçisi lıq olduğu üçün lıqdan əvvələ baxarsınız, ayrı sifətdir. Adını çıxırıq. Xəzinədar. Deməli, cavabımız olacaq B bəndi burada. Xəzinə baxın, sözün kökü, dar leksik. Xəzinə. Hansı hissəsinə yaranıb deyəndə sonuncu leksikdən əvvələ baxırsınız. Xəzinə isimdir. Deməli, isimdən yaranıb. Cavabımız olur B bəndi. Sənədləşmə, sənəd sözün kökü, sənədləşmə.
Mə. İsim kimi düşsə sənədləşmə. Aha. Da isə sonuncu leksiya çəkicidən əvvəl, yəni bura kimi. Sənədləş. Sənədləş isə feildir. C-də çıxırıq. Sabitlik, sabit sifətdir. Yeni çıxırıq. Çağırış, çağır feildir. D-də çıxırıq. Cümlələrin birində mübtədanın əlavəsi işlənmişdir. Yaradıcı adamlar gördükləri və eşitdikləri haqqında qeydlər aparırlar. Mübtədanın əlavəsi yoxdur. Meydana yığışmış gənclər Azərbaycanın mərd övladları birlik nümayiş etdirdilər. Birlik nümayiş edirdilər. Deməli, nümayiş edirdilər kim? Meydana gənclər. Kim? Azərbaycanın mərd övladları. Baxın, burada nöqtədən əlavəsi işlənmişdir. Meydana yığışmış isə burada təyin olur. Yəni, bu mübtədaya aid deyil. Yəni, bir yerdə təyin olunmur. Cavabımız oldu B bəndi. Verilmiş cümlələrdə mübtədanın ifadə vasitəsilə bağlı uyğunluğu müəyyən edin. Aha, mübtəda nə ilə ifadə olunur? Dağdan axıb gələn suların şırıltısı Güləsəri məst eləmişdi. İsmail Şıxlının Dərd Kür əsərindəndir bu. Nə etmişdi? Məst eləmişdi. Kimi məst eləmişdi? Güləsəri. Nə, nə Güləsəri məst eləmişdi? Suların şırıltısı. Suların şırıltısı isə üçüncü növ söz birləşməsi, ismi birləşmədir. Deməli, 3-ə A. Belə sualları variantdan işləyin uşaqlar. Baxın, 3-ə A. Bu da 3-ə C-dir, D-ni çıxırıq. 3-ə B-dir, D-ni çıxırıq. D-ni çıxırıq. Aha. Atlı və piyada sərhədçilərin bizim balaca qəsəbəmizdə qalmaqlarının səbəbini biz indi anlamaqda idik. Anlamaqda idik ki, biz. Biz hansı nitq səsidir? Əvəzlik. 2-yə B. 2-yə B onlara baxın. 3-də burada 2-də C-dır. Uyğun deyil. Anı çıxırsınız 2-yə B anda çıxırsınız, yeni də çıxırsınız. Cavabımız olacaq B bəndi. 3-ə B olan. Digərlərinə də baxaq. Bu dəfə səssizlikdir. Qapını açan, qabağa çıxan yox idi. Yox idi. Kim yox idi? Qabağa çıxan. Kim yox idi? Qapını açan. Bu da olacaq fe'li birləşmə. Deməli, 4-də C. Baxın, 4-də C. Onlar məktəbə təhsilə meyilləndikcə gələcək daha da parlaq görünməyə başlayır. Nedir görünməyə başlayır? Nə gələcək? Gələcək isimdir. Baxın, 3-ə D. Ya, 3-ə A və isimdir. 3-ə A doğrudur. Son cümləyə də baxaq. Amma bu qadağan olunmuş görüş od üstünə atılmış bir damcı su kimi həsrətimizi alovlandırıb cızdağımızı çıxarmışdır. Burada alovlandırıb nə? Görüş. Görüş də olacaq. Nitq hissəsi isim. Birə də Y. Cavabımız oldu B bəndi. 20-yə baxaq. Cümlələrin birinin mübtədası. Baxın, mübtəda çox düşür suallara. Məsdər tərkibi ilə ifadə olunmuşdur. Mübtəda məsdər tərkibi ilə ifadə olunsun. Baxaq. Muradın mahnı oxumaqdan xoşu gəlir. Baxın, Muradın xoşu gəlir. Bir yerdə xəbər olur. Çünki frazeoloji birləşmədən ifadə olunur. Anı çıxırıq. Akademiyanın tələbəsi olmaq gənc Cəlalın arzusudur. Nədir Cəlalın arzusudur? Nə? Akademiyanın tələbəsi olmaq. Olmaq, hansı Cəlal? Gənc Cəlal. Gənc bu da təyindir. Cavabımız olur B bəndi. Digərlərinə də baxaq. Tələbələrə məqalə yazmağı elmi rəhbərləri tapşırmışdı. Nə etmiş tapşırmışdı? Kim tapşırmışdı? Elmi rəhbərləri. Yox, rəhbərləri. Hansı rəhbərləri elmi? İstəyən. Bu da kim tapşırmışdı? Rəhbərləri, hansı rəhbərləri elmi? Elmi təyin olur. Nəyi tapşırmışdı? Tələbələrə məqalə yazmağı. Burada məsdər tərkibi ilə tamamlıq ifadə olunub. C-ni çıxalım. Zəhra, Rəna, Sevincin məqsədi tələbə olmaqdır. Nədir tələbə olmaqdır? Nə? Zəhra ilə Rəna, Sevincin məqsədi. D-ni çıxalım. Dincəlmək insanın sağlamlığına müsbət təsirdir. Nədir? Təsir edir. Nə? Dincəlmək. Burada isə məsdərlə ifadə olunub. Tərkib yoxdur. Yerində çıxırıq onun üçün. Tamamlıq işlənmiş əmr cümləsini müəyyən edin. Əgər, baxın, sualımızda iki şərt var bizim. Deməli, tamamlıq işlənsin və
əmr cümləsi olsun. Əgər tamamlığı tapmaqda çətinlik çəkirsinizsə, sualın ikinci şərtindən istifadə edin. Yəni əmr cümləsindən istifadə edin. Əgər bu əmr cümləsi ilə yola çıxsaq biz, baxın, burada qaytarmalıdır. Qaytarmalıdır. Burada olacaq malı məli şəkilçisi var, vacib şəkil. Yəni əmr şəkli deyil. Əmr cümləsi feilin əmr şəklindən ifadə olunur. Deməli, birini çıxırıq. Əmr şəklində deyil çünki. Kövrətli xəbər şəklindədir, əmr şəklində deyil. Baxın, xəbər şəklinin əlaməti nədir? Zaman şəkilçiləri. D də burada olacaq keçmiş zaman şəkilçisi. Zaman şəkilçisi varsa, avtomatik xəbər şəkli götürürsünüz. Deməli, C-ni də çıxırıq. Yaxşı insanlara layiqincə qiymət verək. Baxın, verək doğrudur, əmr şəklindədir. Yenə gülümsəyib baxdın ay çiçək. Baxdın. Zaman şəkilçisi varsa xəbər şəklidir. Anında çıxırsan. Qiymət verək, verək əmr şəklindədir. Bir qrup həkim tərtib edilsin əmr şəklində doğru. De, iki variantımız qaldı. Bunları isə təhlil edək. Qiymət verək, kimə qiymət verək? Baxın, insanlara. Hansı insanlara? Yaxşı insanlara. Cavabımız olacaq D bəndi. Baxın. Hansı cümlənin tərkibində fərqləndirilmiş sözlər eyni nitq hissəsinə aid deyil? Eyni nitq hissəsi olmasın. Aid deyil deyib bizə. Nə dərin suya gir, nə Xıdır Nəbini çağır. Nə? Hər ikisi olacaq bağlayıcı. Bu nə ilə bağlı başqa bir qeydimiz də var idi. Deməli, cümlədə nə işlənirsə, xəbər inkarda yox, təsdiqdə olur. Baxın, burada təsdiqdədir. Əgər inkarda olarsa, yəni çağır nədən nə bir çağırma. Çağırma şəklində olsaydı bu artıq burada qrammatik norma pozulmuş olacaqdı. Deməli, A-nı çıxırsınız. Eyni nitq hissəsidir. Amma bizə deyil soruşur. Bir kəndin ki köxəsi mürşid ola, heç mümkündür ki, orada xeyir, iş ola. Deməli, bir kəndin ki köxəsi, burada ki olacaq ədat, heç mümkündürmü? Mümkündür ki orada. Və ki isə olacaq bağlayıcı. Bağlayıcı olduğunu hardan bilirik? Özündən sonra vergül işlənir. Baxın, demək, cavabımız olacaq B bəndi. Bir düşün, bu qədər adam bir sənəmə etibar eləyəcək. Bir düşün, bir, hər ikisi ədatdır. O gəlsə daş ilə, sən get aş ilə. İllə hər ikisi olacaq qoşma. Deni çıxırıq. Varlının toyuğu da yumurtlayır, xoruzu da. Buradakı dağların hər ikisi olacaq bağlayıcı. Yeni də çıxırıq. Hansı cümlədə tamamlıq, əlavə tamamlığa aiddir? 23. Baxın, burada ciddi bəndində Füzulinin poeziyasını, xalqımızın qüdrətli söz xəzinəsini daim araşdırırlar. Nə edirlər, araşdırırlar? Nəyi araşdırırlar? Füzulinin poeziyasını, nəyi araşdırırlar? Xalqımızın qüdrətli söz sənətini, söz xəzinəsini. Hər ikisi tamamlıqdır. Yəni, tamamlığın əlavəsi işlənib. Yəni, bu tamamlığın əlavəsi işlənib. Cavabımız olacaq D bəndi. Məsələn, Y bəndində sənin şəklin, uşaqlıq illərinin nişanəsi məndədir. Kimdədir məndədir? Nə məndədir? Sənin şəklin, nə uşaqlıq illərinin nişanəsi. Burada mübtədanın əlavəsidir. Uzaqlara, heç kimin əlinin çatmadığı bir yerə. Burada olacaq. Uzaqlara hansı cümlə üzvüdür? Uzaqlara zərflik. Bu zərfliyin əlavəsidir. Tarlada rastlaşdığımız qəribə bir ovçu çayın sahilində. Çayın sahilində bu olacaq zərflik. Bu da zərfliyin əlavəsidir. Bunları çıxırıq. Cavabımız D bəndi. Səhv yazılmış sözlər cərgəsini, sözlər sırasını müəyyən edin. Səhv yazılmış. Şiriniyat. Burada baxın. Şiriniyat olmalıdır. Şirin yox. Şiriniyat şəklində olmalıdır. Gigiyena doğrudur. Xəkəndəz yox. Xəkəndəz yox. Xəkəndəz olmalıdır. Ənən olmalıdır. Deməli, gigiyena doğru yazılıb deyə onu çıxırıq. Bütün sözlər səhv yazılmalıdır. Sünxət doğrudur. Aşbaz. Baz yox, paz olmalıdır. Pınan olmalıdır. Mükalimə doğrudur. Doğrudur. B-ni çıxırıq. Çünki bunlar doğrudur. Bu mükalimə doğrudur. Bu da doğrudur. Bizə hamısı səhv olsun deyil. Təxris yanlışdır. Tərxis olmalıdır. Tərxis. Həcimli yanlışdır. Həcimli olmalıdır. İ yazılmalı deyil. Hipnoz da yanlışdır. Doğru variant H-la yazılmalıdır. Hipnoz. Cavabımız C bəndə olur.
Halay həşir doğrudur, heyif doğrudur, güzəştsiz doğrudur. İməcəlik doğrudur. Korrupsiya yanlışdır. Onunla yazılmalıdır. Tələffüzü aya keçir. Amma yazılışı o da olur. Korrupsiya, korrupsiya. Mikromühit də depsdən yox, bitişik yazılır. Yəni bunlar bitişik olmalı. Deps olmalı deyil. Demək, cavabımız olur C bəndi. Cümlənin birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Baxaq. O avtobusla gedərsiniz. O avtobusla gedərsiniz. Hansı avtobusla? O avtobusla. Cümlədə təyin vəzifəsində olanda özündən sonra vergül qoyulmur. Amma onu burada şəxs əvəzliyi kimi düşünə bilmirik. Anı çıxırıq. O oxuyarkən dincəlir. O'dan sonra fe'l gələrsə qoyulmur. O kaş səni sevindirsin. Kaş köməkçinin səsidir qoyulmur. O məsələni həll edə bilməmişəm. O məsələni həll edə bilməmişəm. Təyin vəzifəsində olanda qoyulmur. Amma bu cümlədə onu şəxs əvəzliyi kimi düşünə bilmirik. Onun üçün qoyulmur. Yəni qoyula bilər variantı yoxdur. O qızı yamanca danladı. O qızı, baxın, o qızı yamanca danladı. Hansı qızı? O qızı. Təyin vəzifəsində işlənəndə qoyulmur. Amma İbtida vəzifəsində, yəni şəxs əvəzliyi vəzifəsində işlənərsə qoyulur. Məsələn, deyirəm ki, o qızı yamanca danladı. Kim? O. Vergül qoyulur və cümlədə mübtəda olur. Cavabımız olur Y bəndi. Digər suala baxaq. Anam indi xörək bişir cümləsində feilin nə et sualına cavab verdiyi nəzərə alaraq doğru fikirləri müəyyən edin. Nə et sualına cavab verir? Baxaq. Xörək bişir. Nə et sualına cavab verirsə, baxın, sualın tərkibində şəkilçi yoxdursa, deməli, buradakı ir leksikdir. Leksikdir. Əgər nə edir şəklində olsaydı, baxın, nə edir şəklində olsaydı, edir. Nə edir? Buradakı ir şəkilçisi olacaqdı burada qrammatik çəkilçi. Buradakı suala görə də bu sözümüzdəki irdə olacaqdı qrammatik. Amma görürsünüz, sualın tərkibində heç bir şəkilçi yoxdur. Şəkilçi yoxdursa buradakı ir leksik şəkilçidir. Ana, indi xörək bişir. Sən bişir. Yəni nə et sualına cavab ver. İndi baxaq doğru variantlara. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi gözlənilir. Baxın, gəlin bunun istintaqlı təhlil eləyək. Bişir, nə et bişir, nə bişir? Xörək. Tamamlıq. Nə zaman? İndi. Aha, bu da zərflikdir. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi gözlənilir. Mübtədamız işlənməyib burada. Anı çıxırıq. Adlı halda olan sözlə ifadə olunan cümlə üzvü yoxdur. Adlı kalı. Adlı halda olan sözlə ifadə olunmuş cümlə üzvü yoxdur. Adlı halda indi xörək bişir. Bu doğrudur. Çünki adlı halda burada söz işlənməyib. Buradakı xörək sözü isə xörək sözü adlı halda deyil. Çünki təsirli haldadır. Sadəcə nə sualına cavab verir? Biz də bilirik ki, qeyri-müəyyən təsirli hal nə sualına cavab verir? Cavabımız olacaq B bəndi. Xəbəri indiki zamanda fe'llə ifadə olunub, indiki zamanda deyil. Çünki indiki zaman şəkilçisi yoxdur da ki, şəkilçisi leksik şəkilçidir. C-də çıxırıq. Mübtəda vəzifəsində işlənən isim var, mübtəda işlənməyib. Cümlədəki bütün sözlər quruluşu sadədir. Sadə deyil. Buradakı xəbərimiz düzəltmədir. Cavabımız olacaq B bəndi. Üzlənmişdir sözü ilə bağlı doğru fikirləri müəyyən edin. Gəlin birinci bunu kök və şəkilçi ayıraq. Üz sözün kökü üzləmək, üzlənmək, mişdir. Bunlar da qrammatikdir. Sözün tərkibində iki leksik, iki qrammatik şəkilçi var. Bizdən doğru variantlar soruşur. İki leksik, iki qrammatik. Baxın, iki leksik, iki qrammatik. Doğru. Cavabımız olacaq A bəndi. Digər variantlara da baxaq. Sözün kökü ilə yarandığı nitq hissəsi eynidir. Sözün kökü üz ismidir. Yarandığı nitq hissəsi isə üzləmək feilidir. Eyni deyil. Biri isim oldu, biri feil oldu. Beyni çıxırıq. Üzük sözü ilə eyni köklü sözdür. Bu yanlışdır, çünki üzük sözü sadə sözdür. C'ni çıxırıq. Kökü isimlə anonim olan sözdür. Kökü isimlə anonim olan. Kökü elə özü isimdir, yəni isimlə anonim olan söz deyil. D-ni də çıxırıq. Sözün tərkibindəki şəkillər 4 variantlıdır. Buradakı lə isə la lə şəklində olur. 4 variantlı deyil, 2 variantlıdır. Yenində çıxırıq.
Cavabımız olacaq A bəndi. Hansı cümlə yalnız baş üzvlərdən ibarətdir? Əsl dostluq gərəksiz olar. Gərəksiz olar nə? Dostluq, hansı dostluq? Əsl dostluq. Buradakı əsl sözü sifətlə. Əsl sözünün ədatla da amonimliyi olur. Ədat olsaydı biz onu elə və məhz sözləri ilə əvəzləyə bilərdik. Məhz. Əvəzləyə bilmiriksə sifətdir. Deməli, sifətdir, yeni çıxdıq təyin vəzifəsinə işlədim. Pianoçu sanki səhnədə olduğunu unutmuşdu. Nə etmişdi? Unutmuşdu. Nəyi unutmuşdu? Səhnədə olduğunu. Kim? Pianoçu. Demək, yalnız baş dördən ibarət deyil. Deyəndə çıxırıq. İsim nitq hissələrindən biridir. Nədir? Nitq hissələrindən biridir. Nə? İsim. Baxın, yalnız baş üstülər. Baş üstülərimiz hansıdır? Mübtəda və xəbər. C bəndidə də yalnız mübtəda və xəbərdən ibarətdir. Cavabımız olacaq C bəndi. 29. Həmcins üzvləri sifətlə ifadə olunmuş cümləni müəyyən edir. Demək, sifətdən ifadə olunsun həmcins üzvlərimiz. Gətirdiyi almanı, armudu iş yoldaşları ilə paylaşdı. Alma, armud. İsimlə ifadə olunub anı çıxırsa. Bu gecə və gündüz dayanmadan, biz gecə və gündüz dayanmadan yol getdik. Bu sifət deyil, beni çıxırıq. Qarşıda, yəni çayın o bir tayında onu gözləyirdilər. Burada həmcins üzv işlənməyib. Buradakı əlavədir. Cən çıxırıq. Bu yerlər bizə doğmadır, əzizdir. Bu da doğmadır, əzizdir. Hər ikisi həmcins üzvdür və doğma, əziz itkisəsi olaraq sifət. Cavabımız olacaq D bəndi. Hamı qardaşım Əhmədi və dostum Vəlini sevinclə qarşıladı. Əhmədi, Vəlini həmcins üzvdür. İsimlə ifadə olunub. Yenidə çıxırıq. Qocalıb əldən düşdüyü üçün bir işin öhdəsindən gələ bilmərəm. Atam savalan babaya saxlamaq üçün çox qiymətli bir daş verib. Cümlələrdə zərfliyin mənaca hansı növ işlənmişdir? Gələ bilmərəm. Nə səbəbə gələ bilmərəm? Deyəm, bu işin öhdəsindən gələ bilmərəm. Nə səbəbə? Qocalıb əldən düşdüyüm üçün. Baxın, bu olacaq səbəb. Zərfliyi atam savalan babaya saxlamaq üçün. Nə səbəbə? Baxın, saxlamaq üçün. Bu da olacaq məqsəd zərfi. Maq plus üçün olarsa, baxın, maq məstər plus üçün olarsa, məqsəd zərfidir. Baxın, məstər, məqsəd. Hər ikisi m-la başlayır, açar söz yadda saxlaya bilərsiniz. Yəni belə. Amma feri sifət çəkir. Yəni üstü mənsubiyyət. Plus üçün olanda, bu isə səbəb zərfliyi olur. Belə. Cavabımız demək, birinci səbəb, ikincisi məqsəd. Birinci səbəb, ikinci məqsəd C bəndi. 31. Əskər pəncərəni bağladı, çünki güclü külək əsirdi. Birinci baş, sonra budaq cümləsi. Doğrudur. Bura baş cümlədir, bura budaq cümlədir. Ox da budaqdan başa gedir. Əgər oxun istiqaməti belə olsaydı, baxın, belə olsaydı, artıq bunu yanlış cavab kimi götürürük. Ox həmişə budaqdan başa getməlidir. Aha, demək bizə sərf fikri deyir. Anı çıxırıq, bu doğrudur. Baş cümlənin xəbəri qurulursa, düzəltmə feili ifadə olunub keçmiş zamandadır. Baş cümlənin xəbəri düzəltmə feillə bağladı. Doğrudur. Bağdan bağlamaq. Keçmiş zamandadır. Doğrudur. Deməli, B-də çıxırıq. Budaq cümlə, baş cümlə bağlanan vasitə quruluşca mürəkkəbdir. Baxın, çünki. Çünki quruluşca mürəkkəb deyil, sadədir. Deməli, cavabımız olacaq C bəndi. Budaq cümlə xəbəri edi hissəci ilə işlənmişdir. Budaq cümlə xəbəri əsirdir. Nə edirdi? Baxın, əsirdir. Burada hissəcikdir. İri isə zaman şəkilçisidir. Deməli, D də doğrudur. Tabelik bağlayıcısı ilə işlənmişdir. Doğrudur. Çünki tabelik bağlayıcısıdır. Yenidə çıxırıq. Hansı fikirlər verilən cümlələrin hər ikisinə aiddir? Təzəcə salonda əyləşmişdik ki, baxın, təzəcə, yenicə varsa, burada birinci budaq sonra baş gəlir. Birinci budaq, sonra baş. Oxumuz da budaqdan başa. Aha, əyləşmişdik ki, bayırdan güllə səsi eşidildi. Əsl dahi o adamdır ki, ürəyi bəşəriyyət üçün döyünür. Deməli, hər ikisinə aid. Nümunəni deyir bizə, hər ikisinə aid.
Burada isə əsl dahi o adamdır ki. Burada isə ya burada mən sxemi yanlış göstərdim uşaqlar. Birinci budaq olmalıdır. Birinci budaq. Sonra baş olmalıdır. Birinci cümlədə belə olur. Amma ikinci cümlədə birinci baş, sonra budaqdır. İkinci cümlədə belədir. Əsl dahi o adamdır ki, ürəyi bəşərət üçün döyünür. Biri çıxırıq. Çünki təkcə birinci cümləyə aiddir. Bir olan variantları çıxırsınız. Aha. Tərkib hissələr bağlayıcı sözlərlə əlaqələnmişdir. Bu yanlışdır. Bağlayıcı söz yoxdur. Bağlayıcı sözlər hansıları idi? Sual vəzifələri idi. Deməli, ikinci çıxırıq. İki olan variantları çıxırsınız. Budaq cümlə baş cümlədən sonra işlənmişdir. Bu yanlışdır. Üçü də çıxırsınız. Cavabımız qalır Y bəndi. Baxaq digərlərinə də. Tərkibindəki sadə cümlədən bir digərinə tabedir. Tabelik, tabe mürəkkəb cümlənin şərtidir. Doğrudur. 4 doğrudur. Hər ikisi də doğrudur yəni. Budaq cümlənin xəbər şəklində olan fe'l. Xəbər şəklinin şəkil əlamətləri hansılardır? Xəbər şəkli zaman şəkilçiləri ilə düzəlir. Eşidildi. Keçmiş zaman şəkilçisi. Döyünür. İndiki zaman şəkilçisi. Bu qrammatik uşaq. Aha. Deməli 5 də doğrudur. Cavabımız 4-5. Cümlələrdə tünd qara hərflərlə verilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Dəstə səhər açılar-açılmaz qəribə tərəf yola düşdü. Baxın, tərəf sözündən əvvəl ismin hal şəkilçili sözü gəlib və bu olacaq qoşma. Evə tərəf, qəribə tərəf. İstiqamət bildirən qoşma. O biri tərəf yeni salınacaq parkın ərazisi idi. Burada isə tərəf isimdir. Əsas nitq səsidir yəni. Baxaq. Leksik mənası olmasa da sözə qoşularaq məna çalarları yaradır. Məna çalarları yaradır. Qoşmaya aiddir. Leksik mənası da yoxdur. Deməli, 1-ə A. 1-ə A. Baxın, burada 1-ə B-dır, burada C-dır. Bunları çıxırıq. Bu variantları çıxırıq. 1-ə A götürürük. Gedirik. Aha. Fikrin təsirli ifadə olunmasına xidmət edib. Heç bir aid deyil. Leksik mənası var. Leksik mənası əsas nitq səsi, yəni isim. Tərəf sözünün leksik mənası var. Deməli, 2-yə C. 2-yə C. Baxın, hər iki variantda 2-yə C var. 1-ə A da var. De, baxaq digər. Yalnız qrammatik mənası var. Qoşmaya aiddir. D. 1-ə D. Aha. 2-yə C də o. Cavabımız olur D bəndi. Cümlə arasında əlaqə yaradıb. Bu heç birinə aid deyil. Cavabımız D bəndi olur. 34. Verilmiş nümunə cümlələrdəki zərflərlə bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirləri soruşur bizdən. Sərvər çoxdan açılmamış kitab rəfini açarını burdu. Kitab rəfinin açarını burdu. Çoxdan zərfdir. Çoxdan leksikdən. Əjdər onun ayaq səslərinin eşidilmədiyini görüb yavaşca geri döndü. Geri zərfdir, yavaşca zərfdir. Sara xatun hirslə zərfdir, ağır zərfdir. Doğru fikirlər soruşur bizdən. Quruluşca düzəltmə birinci cümlədəki doğrudur. Pat düzəltmədir. Biri götürdük. Kəmiyyət zərfidir, təsvirləməyən fe'lə aiddir. Çoxdan kəmiyyət zərfidir, zaman zərfidir. İkinci çıxırıq. İki olan variantları çıxırsınız buradan da. Yeni çıxırsınız, yeni çıxırsınız. İkinci cümləyə baxaq. Cümlədəki tərs hərəkət zərfi digər bir zərfi izah edir. Tərs hərəkət zərfi. Yavaşca geri. İzah etmir. Üçü çıxırsınız. Üç olan variantları çıxırsınız. Cavabımız qalır B bəndi. 34B. Digərlərində baxaq. Sadə yer zərfi təsriflənən fe'lə aid olub, cümlədə zərflik vəzifəsində işlənmişdir. Sadə yer zərfi, baxın, yeridir. Sadədir, yer zərfidir. Deməli, 4 doğrudur. 5-ə baxaq. Cümlədəki tərs hərəkət zərflərindən biri düzəltmə, digəri isə mürəkkəbdir. Hirslə düzəltmədir, ağır mürəkkəbdir. Deməli, 5-i də götürdük. Hər iki zərf cümlədə ayrılıqda müstəqil cümlə vəzifəsində işləmişdir. A çıxdı, haradan A çıxdan, necə çıxdı ağır zərflikdir. Necə çıxdı hirslə dönüb. Baxın, burada hirslə dönüb müstəqil cümlə üzvü deyil. Tərkibin daxilindədir. Deməli, 6 yanlışdır. Cavabımız 1, 4, 5, B bəndi olur. 35-ə baxaq. Qaraldılmışdı sözünün tərkibinə görə düzgün təhlil sxemini müəyyənləşdirin. Düzgün təhlil sxemi. Baxaq.
Qara sözün kökü, qaralmaq, qaraltmaq, qaraldılmaq. Üç leksik, iki qrammatik. Üç leksik, iki qrammatik. A bəndə olur. 36. 36. Hansı nümunədə ə, cümlə üzvləri arasında tabiəsizlik əlaqəsi var? 36 cavabımız C bəndə olur. Deməli, əziz dostlarım və sirdaşlarım, bundan sonra Turalı da, Emini də qorumalıyıq. Buradakı əziz dostlarım və sirdaşlarım bu xitabımızdır. Kimi qorumalıyıq? Turalı. Kimi qorumalıyıq? Emini. Deməli, tabiəsizlik əlaqəsi həmciz üzvlərdir və həmciz üzvlər arasında tabiəsizlik əlaqəsi olur. Cavabımız olur C bəndi. Hansı cümlələrdə altına xətt çəkilmiş ifadə mürəkkəb feil deyil? Mürəkkəb feil deyil. Baxaq. Mən bu kəndə alınmaz qala bilirəm. Burada qala isimdir. Sadə söz isimdir, yəni qala. Bilirəm isə mürəkkəb deyil. Yəni cavab 1-i götürürük. 37-də 1-i götürürük. 1 olan variantları, 1 olmayan variantları çıxaq. Deməli, 1, 1. Aha, yurdumun hər güşəsində istədiyim qədər qala bilərəm. Burada qala bilmək mürəkkəb feildir. 2 doğrudur. 2 olan variantı çıxırıq. Baxın, çıxmışıq hər birində. Ömrünün hər gününü şeir qoşa-qoşa yaşayıb. Qoşaraq yaşayıb. Baxın, A-nı əgər araqla əvəz edə biliriksə, feili bağlamadır. Baxın, qoşaraq yaşayıb. Deməli, burada mürəkkəb feildir. 3-ü çıxırıq. 37-də 3-ü çıxırıq. Atlar çəmənlikdə qoşa-qoşa otlayırdı. Qoşa-qoşa burada zərfdir. Deməli, 4-ü də götürürük. 1, 4. Yayda bu romanı dönə-dönə oxumuşam. Dönə-dönə zərfdir. Mürəkkəb feil deyil. 5-i də götürdük. Baxın, zərf və feili bağlama necə fərqləndiririk? Araqla əvəz edə biliriksə feili bağlamadır. Yox, əgər əvəz edə bilmiriksə zərfdir. Baxın, yayda bu romanı dönərək oxumuşam. Əvəz edə bilmədik, onun üçün bu olacaq. Dönə-dönə sözü burada zərf. Demək, cavabımız 1, 4, 5 deməli. O geriyə dönə-dönə hərəkəti nizamlamağa, o geriyə dönə-dönə hərəkəti nizamlamağa çalışırdı. Bax, o geriyə dönərək hərəkəti nizamlamağa çalışırdı. Araqla əvəzləyə bildik. Oldu feili bağlama və mürəkkəb feil deyil. Mürəkkəb feil əslində feili bağlamadır. Mürəkkəb feildir. Çünki iki sözdən ibarətdir də. Aha. Cavabımız D bəndə olur. Hansı cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Həm vurğusu dəyişməklə mənası dəyişən, həm də anonim ola bilən söz. Vurğusu dəyişməklə mənası dəyişən. Oyun, oyun olanda feil, oyun olanda isim. Amma anonim deyil bu oyun sözü. Qoyun sözü qoyun olanda birinci heca düşəndə vurğusu qoyun. Feil olur. Qoyun olanda isim olur. Amma bu sözümüz amonimdir. Necə amonim olur? Qoyun sözü, qoyun sözü. Buradakı vurğu ikinci hecaya düşəndə bir isim mənasında qoyun. Qoyun heyvan mənasında qoyun yəni. Bir də ki, ağuş mənasında, yəni qoyun, qucaq mənasında olanda qucaq anonim olur. Deməli, cavabımız 2-ni götürürük. Qovaq isə, demək, qovaq. Qovaq isə anonim olmur. Vurğusu dəyişməklə mənası dəyişir, amma anonim olmur. Deməli, 1-3 çıxırsınız, 3-ü çıxırsınız, 1-3-ü çıxırsınız. Ha, 2-ni götürdük. Ha, 2 var burada, 2 var. 4 yoxsa 6? 4 yoxsa 6? 6 nərə? Nərə vurğusu dəyişməklə mənası dəyişmir. 6-nı çıxırsınız çünki. Gəlir isə vurğusu dəyişməklə mənası dəyişir, həm də anonim deyil. 4-də götürdük. Deməli, cavabımız olur 2 və 4. C bəndi. 38 də belə. Sonra 39. Vurğusuna görə mənası dəyişən eyni kisəsinə aid olan sözü müəyyən edin. Deməli, vurğusuna görə mənası dəyişən həm də eyni kisəsi olsun. Dama-dama. Mənası dəyişmir vurğusuna görə çıxırıq. Dönə-dönə. Mənası dəyişmir. Satirik. Mənası dəyişir. Bu da həm isim, həm sifət kimi olur. C-ni çıxırıq. Çaparaq.
Bir feili bağlama kimi olur? Çaparaq. Məsələn, at çaparaq bizə gəl. Bir də çaparaq gəldi. Yəni bir zərf kimi olur. Deməli, biri feili bağlama, biri zərf. İndi kisəsi dəyişdi. Deyəndə də çıxırıq. Elektrik isə bir elektrik, bir elektrik. Vurğusuna görə mənası dəyişdi. Həm də ki, hər iki məna tay yenə də i-nin kisəsi olur. Yəni ism olur. Cavabımız olacaq Y bəndi. 40. Hansı cümlələrdə feili bağlama yoxdur? Feili bağlama yoxdur. Deməli, araqla əvəzləyə biliriksə, araqla əvəzləyə biliriksə, feili bağlamadır. Yox, əgər əvəzləyə bilmiriksə, başqa nitq, yəni zərf ola bilər məsələn. İbrahim üzə-üzə o biri sahilə çatdı. İbrahim üzərək, üzərək o biri sahilə çatdı. Baxın, əvəzləyə bildik. Deməli, feili bağlamadır. Anı çıxdıq. O danışdıqca rahatlaşırdı. Dıqca feili bağlama şəkilçisidir. Qoşunlar təmas xəttində üz-üzə dayandılar. Üz-üzə burada olacaq zərf. Deməli, dayandılar. Burada feili bağlama yox. Cavabımız olacaq C bəndində. Gedərkən, Aslan gedərkən, arkən feili bağlama şəkilçisidir. Uşaqlar gülə-gülə oyunlarını davam etdirdilər. Gülə-gülə, gülərək oyunlarını davam edirdilər. Baxın, əraq nəvəsi biliriksə feili bağlamadır. Yenidən çıxırıq. 40. Hansı sırada bütün sözlərin tələffüz forması düzgündür? 41. Düzgün. Deməli, hirsli, hirsli şəklində olmalıdır. Lı-dıya keçir. Yanlışdır. Protokol şəklində olmalıdır. O aya keçir. Yanlışdır. Bizə düzgündür deyir hamısı. Düzgün olsun. Deməli, d-nı da çıxırsınız. Fəvvarə, fəvvarə, paraşüt, şərtləşmə, şərtləşmə. Deməli, burada hər üç sözün tələffüz forması doğrudur. C bəndində doğru. C cavabımız C olur. Türk sözünün tələffüz forması dəyişmir. İki şəklində qalır türk. Beni də çıxırsınız. Çökəklik də çökəklik iş şəklində olur burada. Anda çıxırsınız. Cavabımız olur C bəndi. Sual ədatı işlənmiş cümlələri müəyyən edin. Sual ədatı işlənsin. Aha. Görəsən onu tapdılar. Burada sual ədatı yoxdur. Görəsən burada modal sözdür. Güman şübhə bildirən modal söz. Biri çıxırsınız. Bir olan variantları çıxırıq hər birində. Nə üçün Məhəmməd işdən çıxdı? Nə üçün burada sual əvəzi idi? Sual ədatı deyil. İkində çıxırsınız. Məgər bütün bunlar aydın deyil? Məgər olacaq sual ədatı. Cavabımız 3. Bəs müəllim olmaq çətin. Bəs müəllim olmaq istəmirdin. Bəs olacaq. Sual ədatımız 3, 4. Sən necə əsərləri xoşlayırsan? Burada necə? Sual əvəzliyidir, ədat deyil. 5-i çıxırsınız. Maraqlıdır. O bizimlə razılaşacaqmı? Mı da olacaq burada sual ədatı. Deməli 6. Cavabımız 3, 4, 6 B bəndi. Hansı cümlələrdə qoşma ilə işlənmiş feili birləşmə zaman zərfliyinin ifadəsidir? Deməli, qoşma ilə işlənsin, feili birləşmə olsun və zərfliyin ifadə vasitəsi olsun. Zaman zərfliyinin ifadə vasitəsi olsun. Baxaq. Yeməkdən sonra qonaqlar həyətdə qalanmış tonqalın ətrafına toplaşdılar. Niyə toplaşdılar? Har toplaşdılar tonqalın ətrafına? Zərflik olur. Nə zaman? Yeməkdən sonra. Zərflikdən. Amma burada feili birləşmə deyil. Yəni birləşmə mənə gətirməyib. Biri çıxır onun üçün. Biri çıxırıq. Narahat olmağından əvvəl heç kimin xəbəri yox idi. Narahat olmağını xəbəri yox idi. Nə yox idi? Heç kimin xəbəri. Nə zaman? Əvvəl. Burada əvvəl müstəqil cümlə zərflikdir. Nədən? Narahat olmağından. Amma bizə deyir qoşma ilə işlənsin. Burada həm zaman zərfliyi yoxdur. Onun üçün ikini də çıxırsınız. İki olan variantları çıxırıq. Cavabımız qalır A bəndi. Baxaq digər variantlara da. Onunla görüşəndən bəri xeyli ürəkləndim. Nə etdim ürəkləndim? Nə zaman? Onunla görüşəndən bəri. Bəri. Baxın. Bəri olacaq. Qoşma. Görüşəndən bəri feili birləşmədir və zaman zərfliyinin ifadə vasitəsi 3-ü götürdük. Çox çalışıb tezliklə istədiyimizə nail ola bilərik. Nail ola bilərik. Nəyə? İstəyimizə.
Çox çalışın. Zərflik olur. Amma burada qoşma yoxdur. 3-4-ə çıxırsınız. Torpaqlarımız azad olunandan sonra Qarabağda quruculuq işlərinə başlanıldı. Nə etdi başlanıldı? Başlanıldı nə zaman? Torpaqlarımız azad olunandan sonra. Baxın burada zərflikdir, zaman zərfliyidir və sonra qoşması işlənib. Cavabımız olacaq 3-5 A bəndi. Hansı nümunələrdə həm bağlayıcı həm də bağlayıcı ilə amonim olan köməkçilik hissəsi işlənmişdir. Demək, həm bağlayıcı olsun, həm də köməkçilik hissəsi olsun. Həmin bu köməkçilik hissəsi də bağlayıcı ilə amonim olsun. Baxaq. Tələb budur ki, idarəyə verilən ərizə gərək latın dilində latın əlifbası ilə yazılsın. Baxın, bağlayıcımız işlənib, ki bağlayıcısı işlənib. Özündən sonra vergül var və bağlayıcı işlənib. Baxaq indi bağlayıcı ilə amonim ola bilən başqa bir köməkçinin hissəsi işlənibmi? Əlifbası ilə, baxın, ilə var burada və ilə bağlayıcıdır, ilə bağlayıcıdır. Bağlayıcı ola bilən, baxaq. Əlifbası ilə yazılsın. Burada ilə qoşmadır. Qoşmadır. Amma həmçinin ilə bağlayıcı ilə amonim ola bilir. Deməli, biri götürdük. Babam ancaq Füzuli və Ağdama avtobus reysləri açılanda doğma torpaqları ziyarət etdi. Babam ancaq, buradakı ancaq baxın, ədatdır. Ancaq həm ədat, həm də bağlayıcı kimi işlənə bilir. Bağlayıcı da olanda amma ancaq lakinlə əvəzləyə bilirsən. Yəni burada həm ancaq amonimdir, yəni həm ədat, həm də bağlayıcı ola bilir. Deməli, ikinci şərtimiz doğrudur. İndi bağlayıcı işlənibmi? Baxın, və də olacaq bağlayıcı. Deməli, 1, 2 götürdük. 2-ni də götürürük. 1, 2. Baxın, 1, 2 burada var. Bunları çıxırıq. 1, 2 onları çıxırıq. Kim ki insanı sevər, aşıqı hürriyyət olur. Bəli, hürriyyət olan yerdə də insanlıq olur. Kim ki, baxın buradakı ki, ədatdır, amma bağlayıcı ilə amonimliyi olur. Bəli, hürriyyət olan yerdə də burada olacaq bağlayıcımız. Deməli, 3-ü də götürdük. Deməli, cavabımız olacaq 1, 2, 3 Y bəndi. Söhbətlərdən çıxan nəticə budur ki, indi savadlı mütəxəssislərə çox böyük ehtiyac var. Cümləsi ilə bağlı səhvi müəyyənləşdirin. Söhbətlərdən çıxan nəticə budur ki, deməli, birinci olacaq baş cümləmiz, ikinci olacaq budaq cümləmiz. Ox da budaqdan başa. Bax, budur ki, nə budur nəticə? Hansı nəticə söhbətlərdən çıxan? Deməli, səhv A doğrudur. Budaq cümləni təhlil edək. Var, nə var? Ehtiyac var. Nəyə ehtiyac var? Mütəxəssislərə. Hansı mütəxəssislərə? Savadlı. Nə zaman? İndi. Böyük ehtiyac var. Böyük də olacaq. Təyin. Deməli, zərflik, təyin və yanlışdır. 46-da B olur. Çünki burada təhlil sxemi yanlış göstərilib. Baş cümlə ismi xəbərlidir, budur. Baxın. Əvəzliklə ifadə olunub və ismi xəbərdir. Bu doğrudur. Budaq cümlə baş cümləyi bağlayıcı ilə bağlanıb. Ki bağlayıcısı doğrudur. Sxemli doğrudur. Klasterə əsasən nöqtələrin yerinə yazıla biləcək fikirləri müəyyən edin. Müəyyən miqdar sayıdır. Baxın, müəyyən miqdar sayıdır, say deyir bizə. Bax, tək burada olacaq sifət, say deyil. Həm sifət, həm zərf olur. Say deyil, yəni biri çıxırıq. İkilik isimdir. B-ni çıxırıq. Müəyyən miqdar sayıdır. Birinci isə sıra sayıdır. Deməli, C-ni də çıxırıq. Baxaq, özündən sonra gələn isim cəm şəkilçisi qəbul etmir. Hər ikisi həm 80, həm 5 sözü cəm şəkilçisi qəbul etmir. Baxaq indi üçüncü fikrə, ikinci fikrə baxaq. Numerativ sözlər işlənə bilir. 80, məsələn, 80 nəfər adam. Nəfər burada numerativ söz, yəni işlənə bilir. Cavabımız olacaq D bəndi. Digərinə baxaq. Bəzən cümlənin feili xəbəri olur. Feili xəbəri olmur. Yalnız ismi xəbəri olur. Deməli, yenidə çıxırıq. 48. Sol üstündəki fikirlərə əsasən sağ üstündəki cümlələrin ardıcıllığını müəyyən edin.
Baxaq. Mübtədası təsəvvür edilmir, xəbəri üçüncü şəxsin təkində olur. Bu olacaq, bu olacaq. Deməli, şəxsi cümlə. Birinci buradan şəxsi cümlə tapmalıyıq. Deməli, bir. Həyəcandan Lalənin rəngi qaçmışdı. Deməli, birinci olacaq bir. Burada Lalənin rəngi qaçmışdı. Şəxsi cümlədir. Deməli, bir götürdük. Bir olan variantları, bir olan variantları qalır, digərləri çıxır. Baş süvərin hər ikisi iştirak edir. Baxaq. Yapışır. Nədən yapışır? Ə, Daşın böyüyündən kim? Vura bilməyən. Baxın. Baş süvərin hər ikisi iştirak edir. Doğrudur. Həm mübtəda, həm xəbər iştirak edir. Deməli, 2. Xəbəri yalnız üçüncü şəxsin cəmində olur. Mübtədanı müəyyənləşdirmək, dəqiqləşdirmək olmur. Deməli, bu olacaq qeyri-müəyyən şəxsi cümlə. Qeyri-müəyyən şəxsi cümlə hansıdır burada? Savaşçı düşmənə sarsıdıcı zərbələr vurdular. Deməli, 4. Bu qeyri-müəyyən şəxsi cümlədir. Baş sözlərdən yalnız mübtədanın iştirakı mümkündür. Yalnız mübtədanın iştirak edirsə, bu olacaq adlıq cümlələr. Adlıq cümlədə olacaq 3. Deməli, 1, 2, 4, 3. Xəbəri ikinci şəxsin təkində və ya üçüncü şəxsin cəmində olur. Hərəkət və hökm hamıya aid olur. Hamıya aid olursa ümumi şəxsi cümlə. Ümumi şəxsi cümlədə deməli sözün düzünü zarafata salıb deyənlər bu da ümumi şəxsi cümlədir. Deməli 1 2 3 5. 1 2 3 5 1 2 4 3 5 Y bəndi olur cavabımız. 49-a da baxaq son sualımız. Eyler Venn diaqramına əsasən sözlərin fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikirləri müəyyənləşdirin. Deməli, gəlin bunları tələffüz formasını yazaq. Əmtəşünaslıq olacaq. Əmtəşünaslıq. Göstərin uşaqlar. Əmtəşünaslıq. Əmtəşünaslıq belə olur. Digər isə etiqadla. Uzama var. Etiqadla. Etiqadla. Baxın, bu cür tələffüz olunur. Baxaq yanlış fikirlər. Sözün tələffüzündə 3 fərqli məqam var. 3 fərqli məqam var. Baxaq, əmtəşünastıq. Deməli, biri düşdü, ədən biri düşdü. Şünaslıq. L-dıya keçdi, qıdaxıya keçdi. Doğrudur. Deməli, bir doğrudur, biri götürdük. Etiqad sözündə isə baxın, burada da 3 fərqli məqam var. Deməli, bir hər ikisinə aid olmalıdır. Yəni ortaya yazılmalıydı. Amma təkcə buna yazdıq. Onun üçün biri götürdük yanlış fikir olaraq. Sözdəki cingirtli samitlərin heç birinin kar qarşılığı yoxdur. M cingirtlidir, kar qarşılığı yoxdur. N cingirtlidir, kar qarşılığı yoxdur. D cingirtlidir, amma kar qarşılığı var. T'dir. Deməli, bu yanlışdır. 2 yanlışdır. 2-ni də götürdük. Ortağa baxaq. Uzun tələffüz edilən Sait var. Hər ikisində var. Demək, 3 doğrudur. 3 əməliyyatları çıxaq uşaqlar. Birinci. Aha. Sözdə K səmtini cingirtli qarşılığı işlənmişdir. Doğrudur. Q. Baxın, burada Q işlənib. Demək, 4 doğrudur. 4-ü çıxırıq. Cavabımız qalır C bəndi. Baxaq axırıncıya da. Səslərlə hərflərin sayı eynidir. Bu da yanlışdır. Çünki burada etiqadla la-nan kimi tələffüz olunub. Yəni səs artımı var. Nan şəklində tələffüz olunub, səs artımı var. Yəni eyni deyil. 5-i də götürdük. 1, 2, 5. C bəndi.